Şəmkir rayonunda 21 yaşlı oğlan yaşadıkları evdə anasının sevgilisini bıçaqlayıb. Hadisə bu ilin aprelin 25-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini 2004-cü il təvəllüdlü Sərxan həmin gün gecə saat 02:40-da yaşadığı evdə kənar şəxsin olmasından şübhələnib. Sərxan evi axtaran zaman onunla birlikdə yaşayan anası Əsmər ilə nikahdan kənar qeyri-rəsmi münasibətdə olduğundan onunla görüşmək üçün gəlmiş elçini anasına ait yataq otağında dolabda görüb. O elçinin evə oğurluq məqsədi ilə girməsini zənn edib və mətbəxdən götürdüyü bıçaqla dolabda gizlənən kişiyə əvvəlcə bıçaq, daha sonra isə yumruq zərbələri vurub. Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, hadisə günü gecə evə gəlib və mətbəxdə yemək yeyəndən sonra siqaret çəkmək üçün zirzəmiyə düşüb. Bu zaman pəncərənin açıq olduğunu gördüm. Sonra yuxarı qalxaraq təxminən 30-40 dəqiqə telefonla oynadım və yenidən siqaret çəkmək üçün zirzəmiyə düşəndə marağımı çəkdiyi üçün zirzəminin otaqlarını gəzdim. Əşyalar yığılan otağa dağınıq olduğunu gördüm. Bundan sonra həyətdə və özümüzə məxsus mağazaya baxanda şübhəli heç nə olmadığını gördüm. Yenidən evə qalxmaq istəyəndə zirzəminin pəncərəsi açıq qoyduğunu xatırladım və bağlamaq üçün yenidən zirzəmiyə qayıtdım. Həmin vaxt evdə addım səsləri gəldiyini eşitdim və anama zəng edərək evdə oğru olduğunu, həyətə çıxmasını dedim. Anamın aşağı göndərəndən sonra evdən birdən çox şəxsin olmasını ehtimalına qarşı özümü müdafiə etmək üçün mətbəxdən bıçaq götürdüm və evə daxil olaraq bir-bir otaqlara baxdım. Lakin heç kimi görmədim. Otaqların birində açıq qoyduğum dolabın siyirməsinin bağlı olduğunu gördüm. Dolaba yaxınlaşaraq baxanda onun içində kiminsə olduğunu gördüm. Ona bıçaqla zərbələr endirdim. Zərər çəkmiş şəxsin dolabdan çıxaraq üzərimə gəldi və əlbəyaxı olduq. Mübahisə zamanı bıçaq əlimdən düşdü. Bundan sonra onu yumruq və təpik zərbələri ilə döyə-döyə bayıra çıxardım. Elçin onu buraxmam üçün yalvaranda vəziyyətinin pis olduğunu gördüm, onu buraxdım. Törətdiyim əməldən peşmanam deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş elçinin sözlərinə görə Sərxanın anası Əsmərlə təxminən 5 ay qeyri-rəsmi münasibətdə olub. Əvvəllər də bir dəfə Əsmər məni görüşmək üçün yaşadığı evə çağırıb. Mən də getmişəm. Həmin vaxt Sərxan evdə olmayıb. Hadisə günü Əsmər məni yenidən evə çağıranda oğlunun evdə olmadığını düşündüm. Yenidən görüşmək üçün ora getdim. Qapının zəngləri eşidəndə Sərxanın evə gəldiyini bildim və qaçmaq imkanı olmadığından dolabın içində gizləndim. Sərxan otağa daxil olaraq məni dolabın içində gördü. Sonra mənə bıçaqla zərbələr endirdi. Və aramızda dava oldu. Mən də davanı Sərxana müqavimət göstərərək heç bir şəkildə zərbə endirmədim. Sadəcə bıçağı onun əlindən almağa çalışdım. Daha sonra Sərxan mənim çox qan itirdiyimi görərək buraxdı deyə o ifadəsində göstərib. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Sərxanın barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməklə 1 il azadlıqdan məhrum edilib. Onun cəzasını
ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində olan daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Müdafiəçi təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsinin tətbiq edilməsini, onun azadlığa buraxılmasını istəyib. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonunda qərar elədilər. Qərara görə şikayət təmin olunmayıb. Bundan başqa Bakının Nizami rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Hadisə Bakı Gecələri kafesində baş verib. Oğuz rayon sakini 1993-cü il təvəllüdlü İntiqam həmin kafenin sanitar qovşağının giriş qapısının qarşısında qeyri-rəsmi münasibətdə olduğu Xalidlə mübahisə edib. İntiqam Xalidə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı onun üz nahiyəsinə qəsdən əl zərbəsi vurub. Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bu işə Binəqədi rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərər çəkmiş şəxs ona qarşı şikayətini geri getirir. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.